Salam, bugün mən sizə növbəti video dərsimizdə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə sonuncu məsələlərimiz səhifə 321-dəki sonuncu məsələlərimizi qeyd edəcəyəm. Digər məsələ 1-ci hissədəki bütün məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmin video dərslərə baxa bilərsiniz. Məsələ 100 sonuncu məsələlərimizə baxaq. Məsələ 183-ə baxaq. Demək, quru çaylar bölməsində, quru sular bölməsində daha doğrusu çayın düşməsi, çayın sıxlığı, su sərfi və s. haqqında məlumat verəcəyəm. Məsələnin şərtini oxuyaq, sonra qeydlərimizi edək. Uzunluğu 1500 kilometr olan çay mənbəyini 3723 metr yüksəklikdən götürür və çayın mənsəbi Xəzər dənizi olarsa, onun meyilliyini hesablayın metr kilometrlə. Deməli, çayın mənbəyi ilə mənsəbi arasında çayın düşməsi nəyə deyilir? Əvvəlcə qeyd edək. Çayın düşməsi çayın mənbəyi ilə mənsəbinin hündürlük fərqidir və bu cür düsturla ifadə olunur. Çayın mənbəyinin mütləq hündürlüyü metrlə, çayın mənsəbinin mütləq hündürlüyü metrlə, çayın düşməsi metrlə ifadə olunur. Çayın orta meyilliyi nəyə deyilir? Çayın düşməsinin onun uzunluğuna nisbətidir və meyillik vahiddən kiçik olan çaylar düzənlik çayları, vahiddən böyük olanlar isə dağ çayları adlanır. Baxın, bu cür düsturla ifadə olunur. Demək, çayın düşməsi metrlə ifadə olunur, çayın uzunluğu kilometrlə ifadə olunur. Çayın su sərfi nəyə deyilir? Su sərfi deməli 1 saniyə ərzində çayın en kəsiyindən keçən suyun miqdarıdır və bu cür düsturla ifadə olunur. Burada da çayın su sərfi, çayın en kəsiyin sahəsi, çayın sürəti verilmişdir. Çayın illik axımı nəyə deyilir? Çayın il ərzində axıtdığı suyun miqdarıdır. Çayın orta illik axımını hesablamaq üçün demək, saniyədəki su sərfini ildəki saniyələrin sayına vurmaqla, yəni vurmaq lazımdır. İllik su sərfi, yəni bu cür demək, bu cür düstur ilə ifadə olunur. İllik axım. Və burada çayın illik axımı, çayın su sərfi, burada isə çayın su sərfidir. Sonra qeyd edək